Peyğəmbər hələ dəfn olunandan 50 il, yəni qısa bir müddət ərzində nə cür oldu ki, İslam ümməti, müsəlmanlar, zahirən namaz əhli, zahirən ibadət əhli olan ki, dünən də bəhs eləmişdik, hətta nizəyə İmam Hüseyin əleyhissalamın başını vurub, amma əvvəl vaxt namaz qılan insanlar İmam Hüseyin əleyhissalamı bu cür halda şəhid elədilər. Dedik, İmam Hüseyin əleyhissalamı şəhid eləyənlər 3 dəstədir. Birincisi o insanlardır ki, zahirən gəlmişdilər döyüşlə, Yezidin qoşunundaydılar, Bəni Ümeyyə ailəsi. Yəni Yezid, Muaviyyənin oğlu Yezid və Bəni Ümeyyə ailəsi. Yəni bu sülalə dədə-babadan İmam Hüseyin əleyhissalamı şəhid eləmək üçün, elə ataları da İmam Hüseyin əleyhissalamın atası Əli əleyhissalamı şəhid eləmək üçün, babaları Peyğəmbərin Uhud döyüşündə dişini sındıran Əbu Süfyan idi ki, Peyğəmbəri şəhid eləmək üçün çalışırdılar. Odur ki, birinci dəstə o insanlardır ki, Bəni Ümeyyə ailəsi idi, Bəni Haşim ki, Peyğəmbərin qəbiləsi idi, dədə-babadan bunların bir düşmənçiliyi var idi. İkinci dəstə o insanlar idi ki, İmam Hüseyin əleyhissalamı şəhid elədilər, o dəstənin içindəydilər, Bəni Ümeyyəyə aldanmışdılar. Gəlmişdilər İmam Hüseyin əleyhissalamla döyüşməyə, Bəni Ümeyyəyə aldanmışdılar, zahirpərəst dindarlar idi, bəsirətsiz, öz ictimai və şəhəri vəzifələrini bilməyən möminlər idi. Gecə namazları qılırdılar, ibadət edirdilər, namazlarını əvvəl vaxt qılırdılar, amma bəsirətsiz haldaydılar. İmam Hüseyin əleyhissalamı şəhid edən 3-cü dəstə İmam Hüseyin əleyhissalamla döyüşə getməmişdilər. Evlərində oturmuşdular Küfədə, ya məsələn İmam Hüseyin əleyhissalam Məkkədən çıxanda Kəbəni fırlanırdılar, ləbbeyk deyə İmam Hüseyin dedi ki, ləbbeyki gəlin gedəyin Kərbəlada deyəyin, onlar İmam Hüseyin əleyhissalama qoşulmamışdılar. İmam Hüseyin əleyhissalamı tək qoymuşdular. Zahirpərəst dindarı idi. Həmçinin bəzilər deyirdilər ki, biz bu məsələdə bir tərəfik. Yəni, nə Yezidlənik, nə Hüseyin səni müdafiə eləmirik. Bunların heç bir fərqi yox idi. O insanlar ki, İmam Hüseyin əleyhissalamı gəlmişdilər, şəhid eləmişdilər, biri balasını, biri özünü, biri əshabını, biri xanımlarına əziyyət vermişdi, biri ailəsinə əziyyət vermişdi. O insanlar ki, İmam Hüseyin əleyhissalamı Küfədə öz evində rahat şəkildə oturmuşdu. Elə bilirdi ki, qanı, əli İmam Hüseyin əleyhissalamın qanına batmaya belə İmam Hüseyin əleyhissalamı şəhid eləyənlərdən biri də qiyamət günü elə Yezid onun ordusu ilə gələnlərdən biri də o insanlardır ki, bu məsələdə bir tərəf özlərini göstərir. Və öz dövrümüzlə də müqayisə eləmişdik ki, bugün də İmam Hüseyin əleyhissalam bizdən onun əzasında iştirak eləmək istəyir, onun məclislərini boş qoymamaq istəyir, onun məktəbini yaşatmaq istəyir. Bu məktəbin yaşaması, bu məktəbin əqidəsinin davam eləməsi üçün birinci olaraq bizim bugün ictimai vəzifəmiz İmam Hüseyin əleyhissalamın məclisində iştirak eləməkdir. Məclisində Məhərrəm ayında qeyri hallarda da ki, elə Məhərrəmliyin özündə də onun qoyduğu qanı bahasına, sahabələrinin qanı bahasına yaşatdığı cəmaat namazını qorumaqdır. Çünki İmam Hüseyin əleyhissalamın ən böyük hədəfi Kərbəlada cəmaat namazıdır. İmam Hüseyin əleyhissalam sahabələrinə deyə bilərdi ki, hərəz ayrı-ayrılıqda namaz qılın. İmam buyurdu ki, elə bizim qiyamımızın səbəbi cəmaat namazıdır. Bugün özünü Hüseyinçi deyən, bugün həqiqətən mən Hüseyini sevirəm deyən insan cəmaat namazında iştirak eləmirsə, qəsdən iştirak eləmirsə, əlbəttə ki, o insan həqiqi Hüseyinçi ola bilməz. İmam Hüseyin əleyhissalam Kərbəlada namaz dərsi keçib. Özdə əvvəl vaxt, birinci vaxt, Əbu Sumamə İmam Hüseyin əleyhissalamın sahabələrindən, Kərbəla şəhidlərindən biridir. Gəldi, yaxınlaşdı İmam Hüseyin əleyhissalama, dedi ki, namazın vaxtıdır, zöhr namazının vaxtıdır. Bəzi tarixçilər səhv yazıblar. Yazıblar ki, imam ona qayıdıb deyir ki, çox sağ ol, sən məni namazın yadıma saldın. Nəuzubillah, İmam Hüseyin əleyhissalam namazı yadından çıxartmamışdır. Səhv sözdür.
ərəbi sadəcə tərcüməsində ola bilsin ki, bəziləri iştibah ediblər, səhv ediblər. İmam buyurur ki, zəkərtəs-səlah, namazı zikr elədin, namazı xatırladın. Cəələkəllah minəl musəllin, Allah səni namaz qılanlardan eləsin. Yəni, imam buyurur ki, sən gör nə mərifətdəsən ki, nə əxlaqdasan ki, namazı zikr elədin. Yəni, sən döyüşün bu qızğın vaxtında namazı o qədər sevirsən ki, namazı xatırladın. Nəinki mənim yadıma saldın, nəinki mənə xatırlatdın. İmam məsumdur, namazın özü İmam Hüseyin əleyhissalam. İmam mərifətində olmaq, imama əqidəsi olmaq, imam hətta desəydi ki, günorta bizdən namaz sabitdir, yəni bugün gərək biz namaz qılmayaq, imamın mərifət bu əqidədədir. Yəni imam hətta namazı sabit edə bilər. Nəuzubullah, imam deməz ha, bugün namaz sabitdir. Amma dedi, həcc bugün tətildir. Gərək həcci, gərək qurbanlığınızı gətirəsiz Kərbəladır. Həcc ki, müsəlmanlara vacib olan əməllərdən biridir. İmam Sadiq əleyhissalamın sahabələrindən biri İmam Sadiq əleyhissalama buyurur ki, ağa, əgər sən bir dənə ağacdan bir dənə almanı dərəsən, bir dənə almanı qopardasan, 12 yerə böləsən, deyəsən ki, bunun bir yarısı halaldır, o biri yarısı haramdır, mənim mərifətim, sənə olan əqidəm budur ki, əhl-i beytə olan mərifətim budur ki, sən düz deyirsən. Baxmayaraq ki, eyni almadır, baxmayaraq ki, bunu eyni ağacdan dərmişəm, amma sən desən ki, yarısı halaldır, yarısı haramdır, bunu sən dediyinə görə mənim əqidəm budur ki, imamın mərifətim budur ki, sən demisən. İmam Sadiq yalan deməz, əhl-i beyt qeyri-mümkündür ki, Allahın hökmündən kənar bir söz desinlər. Amma demişdi İmam Hüseyin əleyhissalamın sahabələrinin üstünlüyü bundaydı ki, onlar bəsirət sahibi idilər. Onlar bilirdilər ki, hansı zamanədə, hansı addımı atmaq İslama xeyirdir, hansı şəraitdə, hansı hərəkəti eləmək İslama zərərdir. Ona görə İmam Hüseyin əleyhissalam buyurur ki, İnni la ələmu əshabən xeyrən, la əlfən minə əshabi. Mən öz sahabəmdən layiqli və xeyirli sahabə tanımıram. Nə atamın sahabələri içərisində, nə Peyğəmbərin sahabələri içərisində, nə qardaşımın sahabələri içərisində. Görməmişəm buyurur ki, öz sahabəmdən daha üstün, xeyirli sahabə. Peyğəmbərin sahabələri o insanlar idi ki, düz Peyğəmbərin arxasında birinci cərgədə namaz qılanlar, Peyğəmbərin evinə od vuranlar, Peyğəmbərin qızının hörmətini sındıranlar da elə birinci sırada namaz qılan şeyxlər idi, axsaqqallar idi. Peyğəmbər hələ dəfn olunmamışdı, xilafət eşqinə düşən insanlar idi Peyğəmbərin sahabələri. Hamısında getmir əlbəttə ki, söz. Əsas üzdə olan bəzi sahabələrdən gedir. Ona görə bəzi insanlar təəccüb edir ki, o cür insanlar nə cür oldu? Yolunu azdılar, bəli, ola bilər. Şeytan neçə min il ibadət eləmişdi, yolunu azdı. Bu kişilər ki, neçə il Peyğəmbər gör, Peyğəmbər 23 il Peyğəmbərlik eləyib. Bu sahabələr ki, yolunu azmışdılar, əvvəlləri bütpərəst idi. Allah pərəst olmayıblar ki, bunlar 23 ildə düzəlmişdilər, bəlkə də hardasa. 23 ildən sonra təzədən yenidən öz əməllərinə, öz əqidələrinə, dildə la ilahə illallah deyib, əksində bütlərə, ibadətlərinə qayıtmışdılar. Elə xanım Fatimənin qapısını yandırmaq, bütpərəstlikdən heç bir fərqi yox idi. Peyğəmbərin hərəminin hörmətini sındırmaq. Xanım Fatimənin bugün qəbrinin gizlin olması başa salır ki, Peyğəmbərin gözünün nuru bir dənə qızı var idi, Qurrəti Eynir Rəsul, amma Peyğəmbərin qızının bugün qəbri hacılar gedir, həsrətlə qalırlar, ziyarət eləyə bilmirlər. Bir neçə dənə versiya deyirlər. Deyirlər ya Peyğəmbərin qəbri ilə mehrabı arasındadır ki, Peyğəmbərin bir hədisi var ki, mənim mehrabımla qəbrim arasında bir cənnət bağı var. Bəzilər deyir, Bəqi qəbrisandlığındadır. Bəzilər deyirlər ki, elə yatdığı yerdə dəfn olunmuşdur. O da əqlin evi idi. Belə qəribə versiyalar var. Yəni, hacılar gedirlər, həsrətdə qalırlar, amma ziyarət eləyə bilmirlər. Bugün xanım Fatimənin Peyğəmbərin qızının gizlin dəfn olunması, gecə dəfn olunması, bunlar əgər yaxşı kişi olsaydılar, Peyğəmbərin qızını bunlar çiyinlə götürüb aparardılar, dəfn eləyərdilər.
Amma Peyğəmbərin qızının qəbrinin gizlin olması bugün Əhl-i Beytin nə qədər məzlum olmasını göstərir. Neçə illərdir ki, müsəlmanlar Peyğəmbərin qızını ziyarət edə bilmirlər. Bu bir məsələ ki, onlar ən üstün sahabə idilər. Peyğəmbərin sahabələri bu cür. Əli əleyhissalamın sahabələri idi ki, qılıncı dirədilər, Əli əleyhissalamın üstünə dedilər, ya döyüşü Muaviyə ilə saxlayırsan, ya da bu qılınclarla səni doğruyuruq. Ki, yadınızdadır, birinci gecədə bəhs eləmişdik Siffin döyüşünü. Ya bu döyüşü dayandırırsan, ya Malikə deyirsən qayıtsın, ya da səni bu qılınclarla doğruyuruq. Əli əleyhissalamın sahabələri bunlar idi. İmam Həsən əleyhissalamın sahabələri onlar idi ki, İmam Həsən əleyhissalam xeymədə namaz qılanda namazı onun ayağından çəkdilər. İmam Həsən əleyhissalamı hücum elədilər, budunu yaraladılar. Dedilər ki, sən niyə Muaviyə ilə sülh elədin? Sən niyə müharibə eləmədin? Halbuki, gör nə qədər mərifətsiz insanlar idilər ki, bilmirdilər ki, İmam Həsən əleyhissalam sülh eləməlidirsə, demək vəziyyət sülh eləməkdir. Allahın istəyi sülhdür. Əgər müharibə edirsə, məqsədi müharibə eləməkdir və İslamın da istəyi müharibədir. Bəzən İmam Həsən əleyhissalamla İmam Hüseyin əleyhissalamı bəzi tarixçilər müqayisə edirlər, deyirlər ki, İmam Həsən əleyhissalam biraz sadə bir insan idi, biraz həlim insan idi. Ona görə Muaviyə ilə sülh elədi. Amma İmam Hüseyin əleyhissalam zalim qabağında sözünü deyən insan idi deyə müharibə elədi. Halbuki səhv bir əqidədir. İmam Həsən əleyhissalamın bir neçə insan yanında qalmışdı. Qalan hamısı Muaviyəyə satılmış insanlar idi. İmam Həsənin sülhdən başqa çarəsi yox idi. Əgər İmam Hüseyin əleyhissalam İmam Həsən əleyhissalamın yerində olsaydı, həmin hadisədə İmam Hüseyin əleyhissalam olsaydı, İmam Hüseyin əleyhissalam da Muaviyə ilə sülh bağlayardı. Və yaxud İmam Həsən əleyhissalam Kərbəla hadisəsində, Kərbəla dövründə yaşasaydı, vəzifəsi Yezidə qarşı çıxmaq idi. Çünki İmam Həsən əleyhissalamın atası Əli əleyhissalam Muaviyə ilə müharibə elədi, amma özü sülh elədi. Özü də sülh eləməmişdən qabaq müharibə elədi. Birbaşa sülh eləmədi, birinci müharibə elədi. Amma sonradan şərait bir cür yarandı ki, sülh eləməyə məcbur oldu. Odur ki, İmam Hüseyin əleyhissalam buyurur ki, mənim sahabələrimdən yaxşı kişi tanımıram, mənim sahabəmdən daha üstünü tanımıram. Bunlar öz qanlarını, canlarını, ailələrini, övladlarını, hər şeyini İslama fəda verməyə hazır olan insanlar idi. Bunlardan yoxdur və gəlməyəcək. Özümüzü gərək İmam Hüseyinlə yox, İmam Hüseyin əleyhissalamdan nəuzubillah biz gərək müqayisə eləsək, yandırarıq özümüzü. Hələ biz Kərbəla şəhidləri ilə özümüzü müqayisə eləsək, utanaq gərək. Ki, keçən gecə bir neçəsinin adını çəkmişdim ki, xanımı ilə gəlmişdi, ailəsi ilə gəlmişdi, anası ilə gəlmişdi. Zuheyr öz xanımına talaq verir, xanımını boşuyur, gəlir Kərbəlaya, İmam Hüseyin əleyhissalama qoşulur. Onlar abidlər idi, onlar aqillər idi, onlar mərifət sahibi idi, onların içərisində bəziləri Peyğəmbərimizin sahabəsi idi. Bureyr ibn Xuzeyr Peyğəmbərin sahabələrindən biri idi. Ona Seyyidül Qurra deyirlər, yəni qarilərin seyyidi, ağası. 40 il bu kişi, 40 il. Sübh namazını xiftən namazına aldığı dəstəmazla qılıb. Yəni xiftən namazında dəstəmaz alıb, daha gecə yatmayıb ki, dəstəmazı pozular. Gecə ibadətinə görə, gecə itaətinə görə. 40 il xiftən namazı üçün aldığı dəstəmazla sübh namazını qılıb bu kişi. Hər gecə bir dənə Quranı başdan ayağa oxuyurdu, xətm edirdi. Gecəsi bu cür keçən ariflər idi İmam Hüseyin əleyhissalamın yanında şəhid olan insanlar. Bureyr şəhid olanda Həbib ibn Məzahir ki, o da Peyğəmbərin sahabələrindən biri idi, gəldi onun başının üstünə. Yaralanıb artıq. Bədəni qan içindədir. Yaralı halda gözlərini açır, Həbib başlayır bunun üstündə qəmlənməyə, ağlamağa üçün. Bilir ki, nə cür mərifətli olan insanı bunlar yıxıblar yerə. Peyğəmbər aşiq olan insan, Əhl-i Beyt aşiq olan insan, Allah dostu olan insan. Bir insan 40 il gecə yatmaya.
Vallah bilmirəm nə deməkdir. Mən də danışıram, mənim mərifətim səviyyəsində deyil, sadəcə o insanların əzəmətini çatdırmaq üçün deyirəm. Bəzən biz özümüzü Kərbəla şəhidlərindən müqayisə edirik, çox belə səhv əqidədir. İmam Hüseyin əleyhissalam da az tərəfdarla az işlər gördü, yəni çox işlər gördü deyib, özümüzü Kərbəla şəhidləri ilə müqayisə edirik. O kişilərdən nadir idi və tarixdə də nadir halda qaldılar. Gəldilər İmam Rıza əleyhissalama, dedilər ki, niyə qiyam eləmirsən? Ver əlini, beyyət eləyək sənə, cəddin, Peyğəmbərin, risalətin dirçəlt. Sahabələri gəldi, dedi. Harun öləndən sonra Məmun artıq xəlifə idi. Məmunun da qardaşı Əmin başqa bir şəhərdə özünü xəlifə elan eləmişdi. Daha doğrusu, Harun özündən sonra Əmini xəlifə eləmişdi. Amma Məmun qardaşına qarşı çıxmışdı və istəyirdi ki, özü xəlifə olsun. Amma Əmin xəlifəliyə layiq insan deyildi. Elə Məmun layiqli insan idi. Yəni, ikisi də ləyaqətsiz insan idi, xəlifəliyə layiq deyildi. Sadəcə hökuməti idarə eləmək üçün Məmun yararlı idi Əminə nisbət. Çünki Əmin eş-işlətlə məşğul idi. Yəni, heç xilafətdən başı çıxmayan insan idi. Amma siz Abbasi xəlifələrin dövrünü araşdırsaz, baxsaz, görərsiniz ki, Məmunun dövründə ədəbiyyat inkişaf edib. İslam ədəbiyyatı, kitabxanalar yaradılır. Yəni, onun bir növ xəlifəliyə Əminə nisbət biraz var idi. Ona görə də hətta müharibə eləyir, qardaşının başını bədənindən ayırır, gətizdirirlər onun başını qardaşının qabağına qoyurlar xilafət üstündə. Bu mövzulara girmirik. Yəni, bunların bir-birinə başı qarışanda, iki dənə qardaşın bir-birinə xəlifəliyə başı qarışanda gəlir sahabələr deyir ki, əlini ver mən bizə beyyət eləyək, hətta 4 dənə də qardaşı gəlir. İmam Kazımın o biri oğlanları gəlir. İmam Rıza əleyhissalama deyir ki, gəl beyyət eləyək. İmam orada bir söz işlədir. Buyurur ki, indi sizdə şücaəti görürəm, amma sabahınıza mən əmin deyiləm. İndi sizdə qeyrət görürəm, şücaət görürəm, amma sabahki gününüzə mən əmin deyiləm. İndi belə-belə gürlüyürsünüz, amma sabahki halınızdan mən nigaranım. Orada bir qaydır deyir ki, Cəddin Hüseyin də qiyam eləmişdi 72 nəfərlə, baxmayaraq ki, başlar bədənindən ayrıldı, amma zahirən uduzsalarda qalib gəldilər Yezidə qarşı. Baxma, biz azıq, amma biz də sənin yolunda döyüşməyə hazırıq, sənin yolunda canımızı fəda eləməyə hazırıq. İmam orada bir söz deyir. Deyir, əgər siz Kərbəla şəhidləri ilə özünüzü müqayisə eləyirsinizsə, siz onların aldığı dəstəmazın suyu qədər deyilsiniz. Onların aldığı dəstəmazın suyu qədər deyilsiniz. Onlar aləsin də, imkanların hamısını vermişdilər. Mən sizdə Bureylin sifətini görmürəm, Həbib ibn Məzahirin şücaətin görmürəm, qeyrətin görmürəm. Hələ gedin bir sübh namazının qəzalarını qılın, qurtarın, sonra danışarsınız. Buraya gecə namazını qəza eləmir. Durursan, sübh namazını saat 9-da yuxudan durursan, sübh namazı qəzadadır, onda da ərinirsən namaz qılmağa, deyirsən, elə zöhr namazını da vaxtında qılaram, elə salmısan sübh namazların, zöhr namazının xüsusi vaxtında qılmağa, onda da aləm bir-birinə qarşır, elə sən bir sübh namazını düzəlt, sonra Kərbəla şəhidləri ilə özünü müqayisə eləyərsən. Kərbəla şəhidlərinin heç birinin xanımı İslamdan kənar bir hərəkət eləmirdilər. Yəni, hamısı hicab əhli idi, hamısı təqva əhli idi. Biz hələ öz evimizdə Hüseyin ola bilməmişik ki, xanımlarımız Zeynəb olsunlar, hicab əhli olsunlar, xanımlarımız İslamın əqidəsini yaşasınlar. Onun birbaşa günahkarı biz özümüzük. Həm əxlaq baxımından, həm əməl baxımından, həm əqidə baxımından bunlar elə bir insanlardır ki, Peyğəmbərlərin rədifindədir. İmam Hüseyin əleyhissalam bir xeymə var idi,
kimlər ki şəhid olurdu, onları bir-bir ya çiynində, ya qoluna girirdi, gətirirdi. Yaralanında şəhidlərin hamısını o xeyməyə yığırdı. Yığanda da deyirdi ki, bizim şəhidlər, mənim yanımda şəhid olan insanlar Peyğəmbərin yanında şəhid olan insanların rədifindədir. Yəni, eyni təbəqədədir, eyni mərtəbədədir. Bu cür insanlar idi. Hər şeyindən keçmişdilər. Hər şeyindən. Hələ biz əmin-amanlıqda, bu cür şəraitdə, bu cür rahat bir mühitdə biz İmam Hüseyin əleyhissalamın məclisinə gəlmiriksə, görəsən Kərbəlada, o müharibənin şəraitində, o qılıncın, nizənin, oxun qabağında İmam Hüseyin əleyhissalamın müdafiə eləyərdi, çox gülünc olardı. Əvvəllər çox deyilərdi, sinəzən dəstələrində, kaş bugün bu dəmdə olaydım Kərbəlada. Kişi, neynirdin Kərbəlada olasan? Köhnə kişilər tez-tez deyərdi, kaş bugün bu dəmdə olaydım Kərbəlada, verəydim qurbanları, kəsəydim ehsanları. Yəni, gedərdim İmam Hüseyin əleyhissalamın yanında mən də şücaət göstərərdim. Kafir boşluğuna qarşı mən də qurbanlar. Yəni, onları doğrayardım İmam Hüseyin əleyhissalamın yolunda. İndanı belə bir şücaətli kişi ki, bu cür rahat şərətli İmam Hüseyin əleyhissalamın məclisini boş qoyur. Amma danışanda təqvadan daha çox danışır. Danışanda Hüseynindən daha çox danışır. Hüseynin məktəbi, yəni İmam Hüseyin əleyhissalamın qanı hesabına başa gələn məclisini hələ boş qoymamaq. İmam Hüseyin əleyhissalamı burada tək qoymamaq. İmam Hüseyin əleyhissalam Kərbəlada yıxılanda dedi ki, yoxdurmu mənə kömək eləyən? Onu alimlər çox gözəl izah eləyirlər o sözünü. Yəni, elə bir insan yoxdurmu ki, gəlsin, mən ona şəfa verim, mən ona kömək eləyim. İmam Hüseyin əleyhissalamı yıxıblar yerə, başını kəsməyə cürət eləmirlər. Yaralı bədənindən də tir-tir əsirlər. Ömər ibn Səd çox nigaran olmuşdu, özünün cürəti yox idi gəlib başını bədənindən ayırmağa. Bir nəfər gəlmişdi, döyüşə gecikmişdi. Bir xristiyan idi. Bir xristiyan idi, gəldi, dedi ki, elə mən də döyüşərəm, qənimət əldə eləyərəm, gedərəm. Gəldi, yaxınlaşdı, gördü ki, nə qədər adam qırılıb, nə qədər cənazələr var yerdə, başlar bədənindən ayrılıb, Peyğəmbər və Ali Peyğəmbərə salıb dedi. Dedilər ki, yox, gec gəlməmsən, yaxşı vaxtla gəlməsən. Dedilər, elə bir xristiyandır, qılıncı verərək bunun əlinə gedər İmam Hüseynin başını kəsər. Biz də bundan, bu nə tanıyır İmam Hüseyin kimi? Dedilər, çox gözəl vaxtla gəlməsən. Bax, orada bir yaralı var, əgər gedib onun başını bədənindən ayırsan, nə istəyirsən bizdən veririk sənə, dünya malını. Nə qədər istəyirsən sənin üçün veririk. Baxma ki, bədənlər indi yerdə qalıb, nə qədər qənimətlər. Bilirsiniz də, bədənlər ki, yerə düşürdü, hətta geydikləri paltardan bəri götürürdülər. İmam Hüseyin əleyhissalam altdan bir paltar geymişdi ki, o paltarı çıxartmasınlar. İmam heç olmasa üryan qalmasın, lüt qalmasın. O paltar çox köhnə bir paltar altdan geymişdi ki, imam bilirdi ki, onlar o qədər əxlaqsızlıq eləyəcək, paltarını da soyuduracaq. Onu da hətta əmmaməsini İmam Hüseyin əleyhissalamı götürmüşdülər. O insan ki, əmmaməsini Seyyid ibn Tavusa Allah rəhmət eləsin, bir-bir yazıb. Kim ki, İmam Hüseyin əleyhissalamın əmmaməsini götürdü, kim ki, İmam Hüseyin əleyhissalamın əbasını götürdü, üzüyünü kim götürdü, bir-bir yazıb və onların aqibətini də yazıb. O insan ki, Peyğəmbərin əmmaməsini götürmüşdü, deyir, o bir müddət sonra havalandı, başı pozuldu o insan. İmam Hüseynin elə bir də əmmaməsini qoymaqla bu yaxşı olasıdır. Ya üzüyə taxan insanın başına bir iş gəldi, o insan ki, İmam Hüseyin əleyhissalamın paltarını geymişdir və s. bunların hamısının aqibətini Seyyid ibn Tavus Zuhuf kitabında yazır. Bir gün vaxt olar, o məlunlar ki, İmam Hüseyin əleyhissalamın başları üstündə at çapmışdılar, onların adında yazıb 10 nəfər idi, onların hamısı vələdüz zina idilar, zinadan əmələ gələnlər idi, ataları bəlli olmayan insanlar idi. Hamısını bir-bir Seyyid qənimə çəkib və hamısını tarixlə, sübutla araşdırır.
Baxmayaraq ki, gec gəlmirsən, amma yaxşı vaxtda gəlmirsən. Biz bu kişinin başını bədənindən ayır, nə istəyirsən veririk sənə. Gəldi, yaxınlaşdı, gördü ki, sinə oxlu, nizə yaraları, amma üzdən qanda var, amma parıltı da var, nur da var. Bu sima bunu tutdu, biraz duruqdu, biraz baxdı. İmam Hüseyin əleyhissalam yaralı gözlərini açdı. Dedi, filan kəs, səni göndərdilər mənim başımı kəsməyə. Adı ilə xitab elədi. Çox təəssüflər olsun, mənim zehnimdən getdi onun adı. Dedi, filan kəs səni göndəriblər mənim başımı kəsməyə. Tərəddüd elədi ki, bu mənim adımı hardan bilir? Bunlar heç məni tanımırlar. Bu kişi mənim adımı hardan bilir? Dedi, sən kimsən ağa? Dedi, yadındadır, evdən çölə çıxmışdın ha, gəlirdin Kərbəlaya. Anan gecə yuxuda bir yuxu görmüşdü. O yuxunu sənə danışdı. Dedi, oğul, yuxuda gecə İsa əleyhissalamı görmüşəm. Çünki bunlar xristiyan idilər. İsa əleyhissalam nigaran idi, qəmgin idi. Dedi, nə badə, sənin oğlunun əli, sənin oğlunun əli İslam Peyğəmbərinin balasının qanına batar. Dedi, oğul, getdiyin müharibəni bir araşdır, bir öyrən, gör kimdən müharibə eləməyə gelirsən, gör kimlərdir, birdən nə badə İslam Peyğəmbərinin balası ilə müharibə eləyəsən. Bundan sonra başladı ağlamağa. Ayıldı, dərk elədi. Bir dənə xristiyan, imamın bir sözünə dedi ki, ağa, indi mən neyniyim, mən nə eləyim? Dedi, bax da, vəzifən nədir? Dedi, narahat olma, bir neçə saatdan sonra gəlməm sənin yanına. O ki, qılınc vermişdilər İmam Hüseyin əleyhissalamın başını bədənindən ayırsın, o qılıncla gəldi neçə nəfəri cəhənnəmə vasil eləyəndən sonra özünü də şəhidlədir. Hətta axır anında belə bir dənə xristiyana İmam Hüseyin əleyhissalam şəfa verdi, hidayət elədi. Ona görə deyir ki, yoxdurmu mənə kömək eləyən? Yəni, elə bir insan yoxdurmu? Şimir çıxıb başını bədənindən ayırmağa, şimirə deyir ki, bəlkə tövbə eləyəsən. Ki, Allah tövbə eləyənləri sevir. Bəlkə peşman olasan, Şimirə uşaqlığını yadına salır. Şimir, sən o deyildinmi ki, bizim uşaqlığımız bir yerdə keçmişdi? Şimir uşaqlıqdan tanıyır. Şimir İmam Əli əleyhissalamın döyüşündə, Siffeyn döyüşündə Yezidin atasına qarşı, Muaviyyəyə qarşı döyüşüb. Şimirə deyir ki, sən Əhl-i Beyti tanıyırdın, bizim uşaqlığımız bir yerdə keçib, indi gəlmişsən, sən gör, elə bir yerə çıxmışsan ki, Peyğəmbər o sinədən öpür. Ona görə buyurur ki, heç bir sahabəm, mənim sahabələrim heç kəs deyil və heç kəs də onların məqamında deyil. Bugün də deyir ki, yoxdurmu mənə kömək eləyən? Yəni, ay insanlar, varmı ki, gəlin məhərrəmlikdə mən sizi hidayət edeyim? Nə qədər insanlar olub ki, məhərrəmlikdə namaza başlayıblar, hidayət olublar. Neçəsini soruştursan ki, nə vaxt namaza başlamısan? Deyir, ya Ramazan aydı, ya məhərrəmlik. İmam Hüseyin əleyhissalam, İnnəl Hüseyin, Misbahul Huda və Səfinətun Nəca, dünəndə mən dedim, hidayət gəmisi və hidayət çırağı və doğru sirat yoludur. Səfinətun Nəca, nicat gəmisidir. İmam Hüseyin əleyhissalam bugün də deyir, gəlin sizə nicat verin, bəlkə düzələsin. İndi 5-ci gecəni keçirdik. Bu 5 gecədə görəsən, mən nə qədər yaxın